Her o bizdə indi lot deyirlər, oğru deyirlər. Bu sözlər ikisi də bizdə biraz başqa cür başa düşülən sözlərdir. Ancaq onu hardasa düz başa düşməyə lazımdır, başqa cür yox. Mənə elə gəlir ki, oğru böyük hərflə o düzgünlük, təmizlik, o tanrı da birinci salmalıdır, böyük hərflə gedəcək. Qabiliyyət, qanacaq, hər şey orada olur. Hər o küçədən gedən qadının boynundan səfid artıq qulağının üstünə ona oğru demək, ama oğru adı da düşmür. Bax ki, oğru budur da böyük bukfayla. Bəs bunun böyük bukfayla oxu da, rəhmətliyin oğlu. Özüm Məhəmməd, çox çətinli tərifliysən, amma oxumalı. Onu tərifləmə, burası bizim birinci oğrumuz. Bu bizə Ruslardan gələn bir ideya olur. Biz də onu öz milli şeyimizə görə qəbul eləmişik. Lazım olan hissəsini götürmüşük. Onu da kasat oynamışıq. Hər həftə qurtarmışdı özüm alsam. Bizim birinci oğlumuz olub 27-ci illərdə. Rəşid oğlu Məhərrəm. Hər şey yaşlılar yaşıyor. O bizim Azərbaycanın birinci oğlusu oldu. Sonra o pokoleniyalar olublar. İndi də gəlib bizə çatıblar. Biz də harada istəyərik ki, bu ad əgər bizim üstümüzdə varsa, biz onu əsl, təmiz, düz necə lazımdır, hələmsi ilə aparasınız. Biz üçün o maşındır, mal dövlətdir, geyindir, keçindir. Belə şeylər həyatda hamısı gəlib gedər şeydir. Və bir İskəndər Zülqədər oldu, Aleksandr Makedonski, Ruslar deyirlər. O öləndə 15 yaşında məsələn Dariya İranın şahı olub o vaxtı Farslarda. O onu 15 yaşında məhv edir, o Dariyanı. İskəndər Zülqədər. 15 yaşında bu adam şah oğlu olub, məsələn əlinə qılınc alıb. Bu adam dünyanı başlı zəbt edir. İndi onu bilənlər bilirlər. Bu gör o qədər qudurub ki, qudurmayıb da bu dünyanı zəbt edir. Axırda da gedib Nizaminin şehrində də var o da ki, gedir o dirlik suyunun dalı ilə. Orada gedəndə o qızdırma xəstəliyinə tutulur. Orada da o ölür. O ölməmişdən qabaq çağırır öz bütün o Aristotel, bunlar hamısı onun sarayında olan alimlər olurlar. Bu çağırır bütün öz saray alimlərin yanına. Deyir ki, mən sizə bir vəsiyyət eləyirəm, mən öləcəyəm. Mən öləndə mənim tabutumu aparanda, mənim tabutumdan 2 dənə deşik açarsınız, mənim əllərimi o deşiklərdən çıxardarsınız burağa. Orada da alimlər olurlar da buna sual edirlər, nəyə görə? Ona görə ki, o cəmaat bilməsin ki, mən gedəndə, o dünyaya gedəndə, özümlə nə sapardım.